Azərbaycanda ailə iradəsindən kənar seçkilərdə iştirak etmək dövlət çevrilişinə cəhddir. Təsəvvür edirsiniz nə deməkdir? Seçki bəşər tarixinin, ictimai siyasi həyatının ən böyük kəşflərindən, ən böyük o islahatlarından biridir seçki. Sovet hökuməti o seçkini hansı günə gətirdi, qoydu? Sovet hökumətindən çıxan ailə hakimiyyəti Azərbaycanda bu seçkini gətirib bugünə çıxardıb ki, sən seçkidə iştirak edirsənsə, hər hansı seçkidə, deməli sən dövlət çevrilişinə cəhd göstərirsən. Və o saat mən oturmuşam Amerikada. Amma düşünürəm, mən neçə seçkilərdə iştirak eləmişəm. Gör, neçə dəfə cinayət törətmisiniz. Mənim gör, neçə dəfə dövlət çevrilişi cəhd göstərmişəm. Hələ 90-cı ildə mən Qaradağda Xalq Deputatlar Sovetində seçkidə iştirak eləmişəm, onun üzvü seçilmişəm. Sonra 95-ci ildə parlament seçkilərində İlham Əliyevlə Qaradağda verilmişdi namizədliyi. Mən ona alternativ namizədliyimi vermişəm, məni namizədliyimi qeydə almayıblar. Yağın başa düşüblər ki, mən dövlət çevrilişi eləyəcəm, ona görə qeydə almayıblar. Nə bilim, 2005-ci ildə Murtuz Ələsgərov gəlib Qaradağa. Mən yenə namizədliyimi vermişəm, yenə namizədliyimi qeydə almayıblar. Yəni, başa düşüblər ki, mən dövlət çevrilişi eləmək istəyirəm. 2010-cu ildə təkrarlanıb yenə seçkilərə namizədliyimi vermişəm, qeydə almayıblar. Daha doğrusu, bəlkə də qeydə alıblar, sonra ləğv eləyiblər. Yəni, çox həssasdır da bu hakimiyyət. Başa düşüb ki, mən yan dövləti çevirəcəm, ona görə mən namizədliyimi qeydə almayayım. 2015-ci ildə son dəfə parlament seçkilərində iştirak eləmək istəmişəm. Başa düşdüm mən. Yəni, məsələ burasındadır ki, yəni bunlar deyirlər ki, dövlətin çağırmış olduğu seçki, çünki 2013-cü il bütün ölkədə prezident sərəncamı ilə seçki çağırılıb. Tamam. Rəsmi bir seçkidir. Bu heç kölgə seçkisi də deyil. Hərçənd ki, kölgə seçkisi də olur. Məsəl üçün xarici ölkələrdə, Azərbaycanın özündə, Azərbaycan Xalq Parlament adamlar özləri üçün seçki keçirirlər. Yəni bunlar ictimai təşəbbüsdür, niyə də yox. Yəni sən əgər ümumiyyətlə seçkidə iştirak etmisənsə, onu bağlayır ki, səni kim gətirmək istəyirdi, kim səni... Yəni çox maraqlı bir məqam buna birisi nədən ibarətdir. Deməlidir, Putin Azərbaycana gəldi və bununla da İlham Əliyev qalib gəldi. Yəni, Putinin başqa ölkənin liderinin Azərbaycana gəlməsi və Azərbaycanda prezidentin qalib gəlməsi, bu okeydir, bu normaldır. Bu olar. Əslində bu həqiqətdir, gerçəklikdir. Amma müxalifətin isə birləşməsi, nə bilim, səfərbər olması, bu isə sən demə Rusiyadan idarə olunur. Bu Rusiyadan idarə olunur. Ona görə də 12 il sonra sən həbsə getməlisən. Çünki sən 12 il əvvəl seçkidə əslində çevriliş etmək istəyirdin. Yəni doğrudan da bişmiş doyğun gülməyi. Mən bizim DTX haqqında daha yaxşı fikirdəydim ki, daha yaxşı bir torba tikə bilərlər. Sevinç xanım, bu bir fəlakətin, Azərbaycan fəlakətlərin içərisindədir. Bu bir Azərbaycanın bundan sonra yaşayacağı böyük bir fəlakətin anonslarıdır. Mən düşünürəm ki, bunu maddə kimi konstitusiyada salacaqlar. Yəni, müxtəlif formatdakı ailə iradəsindən kənar seçkidə iştirak eləmək olmaz. Seçkidə iştirak dövlət çevrilişinə cəhddir. Bunu dünyanın heç bir ölkəsində, hətta belə heç bəyənmədiyimiz, ta ki, Şimali Koreyadan, keçmiş, heç yerdə bunu eləməzlər. Ki, seçkidə iştirak dövlət çevrilişində cəhddir. Bunlar başlarını itirməyiblər də. Bunlar növbəti mərhəli hazırlıq gedir, mətbuatda gedir, hər yerdə gedir. Bunlar konstitusiyanı dəyişmək istəyirlər, ailə hakimiyyətini bir dəfəlik təmin eləmək istəyirlər. Daha doğrusu, bəlkə monarxiya yaratmaq istəyirlər, monarxiyaya yaxın bir rejim yaratmaq istəyirlər. Bunun anonsudur. Və bu anonsda bunlar bu qədər biabırçı bir had almasa ki, seçkidə iştirak dövlət çevriləcəkdir. Özdə yer gəlmişkən 2013-cü ildəki Milli Şuranın seçkilərdə iştirakı Azərbaycanda və Azərbaycanla bağlı, Azərbaycanla əlaqədar informasiya ölkələrdə, beynəlxalq təşkilatda çox böyük əksədə doğurdu. Çünki ilk dəfə olaraq o vaxta qədər və ondan sonra yeganə dəfədir ki, müxtəlif ictimai təşkilatlar, siyasi təşkilatlar, bir-birinin mövqeyi əleyhinə olan təşkilatlar, o cümlədən ziyalılar,
ziyalıların təşəbbüsündən başlamışdı. Toparlanıb bir blokda çıxış elədilər. Və bu çox böyük bir şans yarattı müxalifətin qələbəsi üçün. Yəni bu, ona görə bunu əslində bu hakimiyyət bunu yadından çıxarda bilmir. Təzədən bu əmələ gəlməsin deyənə, mən deyərdim elə konstitusiya dəyişikliyi bunu müəyyən maddə şəklində salmaq istəyirlər. Bu çox böyük fəlakətdir. O ki qaldı Gültəkin xanımın Türkiyə tərəf verilməsi, düzü mənə də rast gəldi. Hələ də inanmaq istəmirəm, amma həm də inandıram. Türkiyə bizim qardaş ölkəmizdir. Türkiyədən yaxın, bizə hər mənada yaxın ölkə yoxdur. Azərbaycanın müstəqilliyində də, yaranmasında da biz müəyyən mənada Türkiyə boşluyuq. Yəni o vaxtki Osmanlı imperiyasına. Yəni bütün mənalarda Türkiyənin amma hakimiyyət dairələri belə gərgin vəziyyətlərdə bəzi hakimiyyət dairələri, sözsüz ki, hamısını demək olmaz, Atatürk'e demək olmaz, Atatürk tamam başqa bir kişiydi. Ta ki, müxtəlif vaxtlarda bu addımlar attı. Yəni Elçibə etiraf elədi də, Süleyman Demirel baş naziriydi ya, prezidenti bilmirəm. Vertolyot istədi Kəlbəcərdə mülki əhalini çıxartmaq. Türkiyə hakimiyyəti onu vermədi. Rəhmətlik Turgut Özal'ın vaxtında yanvar hadisələrini soruşdular. Bakıdakı 20 yanvar dedi ki, orada Sünni-Şia müharibəsi gedir. Yəni Türkiyə hakimiyyət dairələrindən bunu mən gözləyirəm. Çox təəssüf ki, gözləyirəm. Amma inşallah o gün gələr gözləməz. O cümlədən bir xanımın, keçmiş bir deputatın, Avropa institutlarında Azərbaycanı təmsil edən bir dəyərli bir xanımın mövqeyindən asılı olmayaraq, hansı mövqeydə olub, indi necədir, amma bütün bunlara baxmayaraq, parlaq bir xanımın bu şəkildə, mən deyərdim ki, təhqiramiz şəkildə Azərbaycana təhvil veriləcəksə, bu heç bir hökumətə haqq qazandırmaz. İstəyir Türkiyədə olsun, istəyir başqa yerdə. Bu heç bir hökumətə haqq qazandırmaz. Amma bütün hallarda bunun səbəbkarı Azərbaycan hakimiyyətidir. Azərbaycan hakimiyyəti bu addımları atırsa, bundan hər şey gözləmək olar. Mənim yəni bu əslində, bilirsiniz, əslində bu sübut edir ki, yəni Türkiyədə işğaldadır. Türkiyədə hüquq yoxdur. Yəni biz bunun bir növbəti dəfə şahidi olduq. Ona görə o Türk Dövlətləri Birliyi, onun üçün biz deyirik ki, çox da danışmayın, bu Türk Dövlətləri Birliyi nə verəcəkdir bizə Türk dövlət? Bu Türk dili ölkələrin həbsxanası olacaq. Yəni bugün Erdoğan administrasiyası sübut etdi ki, o bir həbsxanadır. Bir həbsxanadan o biri həbsxanaya məhbus göndərir. Bax belə, yəni hüquq adına bir şey yoxdur. Çünki ekstradisiya aktı, nə olsun ki, ekstradisiya qanunu var. Ekstradisiya qanunun proseduru var. O cavab verməlidir insan hüquqlarına. Ümumiyyətlə motivlər siyasidirmi, siyasi deyilmi? Yəni bu açıq, aydın siyasi motivli bir işdir. Doğrudanmı Türkiyədə ədliyyəsində oturan adamlar bunun siyasi olduğunu görmədilər? Yəni Azərbaycan sosial şəbəkələri bar-bar bağırır neçə gündür. Beynəlxalq media neçə gündür bu haqda yazır ki, crackdown, yəni müxalifətin vurulması baş verməkdədir. Və sən alırsan bu, tutaq ki, rəsmi müraciət olubsa da Azərbaycan xinindən. Bunu bu qədər çətindirmi müəyyən etmək ki, bu siyasi motivli bir müraciətdir? Və siyasi motivli müraciət olanda onlar icra olunmur. Bugünlər, məsəl üçün, bloger Manav Cəlilzadə məktubu da nümayiş etdirdi ki, Azərbaycan xini, deməli, İsveçrə xininə müraciət göndərib ki, Manav Cəlilzadəni təhvil ver. Onlar da məktubu hətta Manav Cəlilzadənin özünə də göndəriblər ki, biz onlara yox dedik. Çünki bu siyasi motivli müraciətdir. Və Azərbaycan hakimiyyəti məşhurdur bununla. Reputasiya qazanıb ki, o siyasi motivli müraciətlər etməkdədir. O Interpolun qırmızı xəttindən siyasi məqsədlər üçün sui-istifadə etməkdədir. Bu aydındır artıq hamıya. Yəni bunun İstədiyiniz qədər sübutu vardır. Ona görə də Azərbaycan hökumətinin müraciətlərini ciddi qəbul etmirlər. Bax, o mənim özümlə bağlı ABŞ-a dəfələrlə müraciət olunub. Avropa ölkələrdə blogerlərlə bağlı dəfələrlə müraciət olunub. Heç kəsə dəyib toxunmurlar. Çünki reputasiya ortadadır. Rusiya müraciət edir, bu cür sui-istifadə edir. Bu prosedurla, bu mexanizmlərdən öz rəqiblərini, tənqidçilərini ölkəyə gətirmək üçün. Belarus istifadə edir və Azərbaycan istifadə edir. Post-sovet məkanında 3 respublika bu sahədə rekord vurmaqdadır. Və ona görə bizim üçün
acınacaqlısı odur ki, bunu edən bizim qardaş Türkiyəmizdir. O Türkiyəmiz ki, biz onu sevirik. Bilirsən, mən dünən sual verirdim ki, nə üçün ümumiyyətlə Gültəkin xanım Türkiyəni seçdi? Kaş ki, o başqa bir ölkədə olaydı. Əslində, mən Gültəkin xanım çox gözəl də başa düşürəm. Çünki əvvəla qardaş ölkədir. Dil, din, yəni bizim ikinci vətənimizdir Türkiyə. Mən onu başa düşürəm ki, nə üçün istəyib ki, oğlu məhz Türkiyədə təhsil alsın. Gültəkin Hacıbəyli istənilən Avropa ölkəsində yaşaya bilərdi və istədiyi Avropa ölkəsinə sığınacaq da ala bilərdi. Bu onun xanımın seçimidir ki, doğma Türkiyəmizdə qalım. Yeri gəlmişkən Türkiyədə bugün çox güclü inflyasiya var. Bugünlər bir statistika açıqlandı ki, 2024-cü ildə Türkiyədə ən çox yaşamaq üçün köçənlər arasında təxminən 10% Azərbaycan vətəndaşlarıdır ki, bir dəfəlik orada köçüb. Çünki orada dediyim kimi çox güclü inflyasiya vardır və buna görə də Azərbaycan pulu, yəni dollara məsəl üçün 42-yə bərabərdir. Bir avro 42 liraya bərabərdir. Yəni təsəvvür edin ki, inflyasiya nə dərəcədə yüksəkdir. Yəni bunu qardaş Türkiyənin etməsi ki, Azərbaycana qardaşım deyirsən, nə bilim, bu qədər bağlar vardır və gəlib belə arxadan xaincəsinə bıçaq vurmaq, yəni bir ananı, bir övladı orada tək buraxıb, ananı, heç bir günahı olmayan bir xanımı, bir siyasətçi qadını sən bu cür terrorcu kimi gecə saatlarında gəl onu evindən çıxar, miqrasiya mərkəzinə saxla və əgər həqiqətən də onu təhvil veribsə, yəni dedim ki, mən hələ də ümid edirəm ki, bu bizim elə müsavatların yalandan yazdığı məlumat olmuş ola bilər. Amma əgər bu həqiqətdirsə, bu doğrudan da Türkiyə adına bir xəcalətdir. Utancdır bu. Ki Türkiyədə bu dərəcədə qanun işləmir. Tüpürürlər bunlar qanuna. O akta təsbit olunub ki, sən bunu nəzərdən keçirəcəksən, orada siyasi motivlər varmı, yoxmu? Yəni, bax, ona görə o Türk Dövlətlər Birliyi elə özlərinə saxlasınlar. Bizə bir Türk Dili Dövlətlərinin həbsxanası lazım deyil. Çünki bugün edilən, atılan bu addım əslində nələrin. Sevinç xanım, bizə Türk Dili Dövlətlərin Birliyi lazımdır. Amma o vaxt yetişməyib hələ. Biz yəni demokratik cəmiyyətlər... Ərdoğanların, Əliyevlərin birliyi lazım deyil. Yəni ki, demokratik cəmiyyətlər qurulmuş dövlətlərin birliyi lazımdır. Amma bu anda sizin ekran vaxtınızdan istifadə edərək bir momentə xüsusən toxunmaq istəyirəm. Bizim gəncliyimizin ən çox oxuduğumuz məşhur Dəli Kür romanı, yadınızdadır, rəhmətli İsmail Şıxlının. Orada bir anı xüsusən xatırlatmaq istəyirəm. Kərbalayı elə vəziyyətdədir ki, artıq keçmək istəyir İran sərhəddindən, amma bunun ailəsində bir gənc qadın var, hamilədir. Bu hamilə qadını apara bilmir. Kərbalayı bu hamilə qadını kətdəki düşməninin evinə aparır. Qan düşməni var onun. Qapını döyür gecə və çox gözəl nümunədir. Təşəkkür edirəm sizə. Bəli. Çox gözəl nümunə. Bəli. Mən gedirəm. Sən ona, bəli. Bu qadın burada qalsın. Bəli. Adamı qəhər boğur. Siz danışırsınız, adamı həqiqətən də qəhər boğur. Bəli. Və bir neçə aydan sonra bəli. Qaydırlar həmin gəlin aparmağa. Bəli. Bu arada həmin o kişinin oğlunu öldürüblər. Bəli. İnqilabçılar falanlar belə deyək. Ya Kərbalayla tam kimsə. Qapını döyür, qapını açırlar. Bunu hamı o Kərbalay deməli falan bilir. Kərbalay gəlmişsə sözsüz ki, evə girmir. O ağsaqqal gedir, o körpə uşağı qucağında gətirir. Bəli. Mən sizə çox başa düşürəm. Həqiqətən mənə də qəhər boğdu. Yəni bizdə budur münasibət. Demək istəyirəm ki, biz əlbəttə Türkiyədə, Azərbaycanda eyni dəyərləri yaşadan bir millətdir. Bu millətin içərisində bu millət, bu xalqların, bu dövlətlərin, hakim dairələrinin atdığı bu addımların bu xalqa dəxli yoxdur. Xalqa dəxli yoxdur. Bu xalqlar, bu millətlər yaşayacaq, qardaş da olacaq, elə Turan da yaradacaq, hamısı olacaq. Və bunlar da müvəqqəti hallarda, amma çox yazıqlar ki, bunlar bu tarixi öz adına yazan hakimiyyət başçıları var. Bunlar hamısı keçib gedəndir. İnşallah xanım da azad olacaq. Bunun axırı yoxdur. Yəni ki, bu Ramiz Mehdiyev
Heydər Əliyev, İlham Əliyev. Ramiz Mehdiyev kimdir ki bəyəm? Ramiz Mehdiyev, Heydər Əliyev, İlham Əliyevin baş icraçısıdır da, icra edən bir adamdır. Əgər Rusiya işləyibsə, bu onların tapşırığı ilə işləyib də, başqa necə ola bilər ki burada? Nə Ramiz? O məktub var, yoxdur, hamısı uydurma deyərdin ki, hətta varsa da o hakimiyyətin tapşırığı ilə yazılan bir məktubdur. Yəni məsələlərə bu kontekstdə baxmaq lazımdır və Azərbaycanın gələcəyini haqqında düşünmək lazımdır. Bütün bunlar olan hadisələr də keçib gedəcək. Amma Azərbaycanı hara sürükləyirlər? Seçkidə iştirak etmək dövlət çevrilişinə cəhddir. Bu çox ağır bir ittihamdır. Bu millətə, xalqa olan ən ağır ittihamdır. Dünyanın heç bir rejimi öz xalqına, öz millətinə qarşı bu ağır cinayət iddiasını irəli sürə bilməz ki, sən seçkidə iştirak eləmə, iştirak eləsən, sən yəni dövləti çevirmək istəyirsən. Fəlakətdir. Həqiqətən bir fəlakətdir. Məhz bu baxımdan baş verənlər hadisələrə mən düzü çox dərinliyinə qədər getmək istəmirəm. Ramiz Mehdiyevin gördüyü işlər, İlham Əliyevin gördüyü işlər, Heydər Əliyevin gördüyü işlər. Yenə deyirəm, Ramiz Mehdiyev çox yaxşı, yüksək səviyyəli bir icraçıdır. Onun nə tapşırıqlar onu eləyib. Müxalifini dizayn eləmək lazımdır, eləyib. Parlamenti dizayn eləmək lazımdır, eləyib. O ki qaldı nə icra. İlham Əliyevlə eləyib də, tək eləməyib ki. Onun tapşırıqlarını icra eləyib. Bəli. Onun tapşırıqlarını icra eləyib. Ondan deyirəm, eləmək lazımdır. Yəni ki, tapşırıq veriblər ki, bunu belə o da eləyib. Başqa ailə iradəsindən kənar hər hansı bir deputat seçilə bilərmi? Ailə iradəsindən kənar kimsə nazir, icra başçısı falan təyin oluna bilərmi? Onda qala ki, deməli, dövlətin icra strukturundakı ikinci adam, yəni Ramiz Mehdiyev, prezident aparatının rəhbəri. Bu necə ola bilər ki, bu elə öz-özündən ağlına gələ eləsin? Ağlına gələ elə bir də o balaca, o süfrənin qırıntısını yeməkdə ötürü sözsüz ki, rüşvət də alıb, əlavə bir dənə deputatlara soxuşdura bilər, üzrəm. Yəni, bütün bunlar hamısı ola bilər. Amma bütün məsələlərin hamısı bu ailənin iradəsi ilə həyata keçib və bu ailənin iradəsi ilə də davam edir. Mən xüsusən artıq dəfələrlə təkrar edirəm. Bu hadisələr Azərbaycanın növbəti mərhələdə bundan sonraki də nələri gözlədiyin göstərir. Yəni ki, bax, vətəndaşlar deyir, sən çaşarsan birdən bələdiyyə namizədliyi verərsən, sən çaşarsan birdən parlamentdə üzv olmaq istəyərsən, yəni sən dövlət çevrilişinə cəhd göstərirsən. Bu deməkdir. Nə yazıqlar ki, 2013-cü ildə də bu məsələlər mükəmməl həllini tapa bilmədi. Mən o işlərin içində iştirak edən bir adam kimi, Klasik Xalq Cəbhəsi Partiyasının rəhbərində təmsil olunan adam kimi o işlərin içində olmuşam. Həm də belə olmamışam. Partiyanı təmsil eləmişəm. Orada gedən bütün proseslərdən xəbərim var. Orada gedən iclasların içində olmuşam, izləmişəm onların hamısını. Hətta deyirəm, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olmuşam. Yəni, mən onların hamısını bilirəm. Amma nə yazıqlar ki, onda da müxalifət öz içərisində baxmayaraq ki, Milli Şurada toparlandı, amma bir dil tapa bilmədi. O yazıq, Allah rəhmət eləsin deyə başqa çarəmiz yoxdur ki, Rüstəm İbrahimbəyli dəfələrlə dedi ki, bu Milli Şuradan bir neçə namizəd olmalıdır. Hamısı da qeydiyyatdan keçməlidir. Hakimiyyət hamısını vursa, axır biri qalacaq, o getməlidir. Rüstəm İbrahimbəyovun uzaq görənliyi dediyiydi, amma elə həmin Milli Şuranın içərisindəki məşhur partiyalar vardı ki, bunun tamam əleyhinə getdilər. Olmaz, qəti surətdə olmaz. Heç bir namizəd ola bilməz. Ancaq bir namizəd olmalıdır. Nə oldu nəticə? Heç mən hesab eləmirəm ki, onu xüsusən cəhd göstərən təşkilatlar da elə avamlıq eləyirdilər, gələcəyi görmürdülər. Hələ də düşünürəm ki, qısır döngəli insanlar idi. Xırda məqsədlərin qarşılarına qoymuşlar nə? Ümumi fəlakəti başa düşə bilmirdilər ki, bu ölkə hara gedə bilər, hara ki gəlib çıxdı. Böyük bir fəlakətdir. Bilirsiniz, bugün mən izləyirəm ümumiyyətlə AXCP-yə hücum edənlər, nə bilim, ərkəmli, ciddi deyirlər ki, bəs Ramiz Mehdiyevin işində çevriliş etmək istəyirmişlər. Bu adamların bir çoxu özləri Ramiz Mehdiyevin yetirməsidir. Yəni, gülməli olan budur ki, bəs sən kimsən? Bax, məsəl üçün, Rauf Arifulluya bugün veriblər də meydanı ki, yenə də bunları salıblar ortalığa, APAD, Müsavat və s.
bunlar özləri Ramiz Mehdiyevin yetirməsidir. Bugün deməli kimisə bunda itham edirlər. Yəni həqiqətən bir tragikomediya yaşanmaqdadır. Açığı mən qadir olma məsələ ki, mən bizim DTX-dan biraz daha yaxşı iş gözləyirdim. Yəni torba da tikə bilmirlər. Yəni torbanın məqsədi odur ki, adamlar onu həqiqət kimi qəbul etsin. Bugün millət gülür buna. Bişmiş doyğun gülməyə gəlir ki, siz normal bir 87 yaşlının bir məktubu Əli Kərimlinin evindən çıxıb bəsər. Yəni Əli Kərimli bu qədər uşaqdır ki, o məktubu alıb, saxlayıb, siyirtməyə qoyub. Yəni həqiqətən deyir, Sevinç əgər xanım, klassiklərdən birinin sözü var, deyir, bu qədər faciəvi olmasaydı çox gülməli olardı. Bəli. Sevinç Hanım, sizin yadınızda olar. Sözsüz ki, o vaxt Azərbaycan ictimai siyasətində fəal olmuşsunuz, yəni qazetəçi olaraq. İlham Əliyevin dövləti rəhbərliyinə başçılığına gələr eləmək məsələsi olanda, təzə çıxanda, o söhbət hələ 2000-ci illərin əvvəllərində. Bunu indiki kimi gülüşlə qarşılayırdılar. Hamı gülürdü ki, İlham Əliyev ara, dövlət başçısı ara, belə yadınızda olar ki, bunların hamısı. Heç inanmaq istəmirdi. Həmin vaxt gülmək istədiyimiz, güldüyümüz hadisə bir hansı ciddi şəkildə başımıza gəldi. Yəni bugün də bu məsələlərdə elə belə gülməli kimi baxa bilərik. Bir komediya kimi baxa bilərik, bir tragikomediya da edə bilərik. Ancaq yəni mən deyirəm, yenə də seçkini, bəşəriyyətin ən böyük kəşfini belə lağlaq mərkəzinə çevirmək və nəticə etibarilə Azərbaycana çox baha başa gələcək. Çox baha başa gələcək. Bu həm də onu göstərir ki, hakimiyyət necə də bunda maraqlıdır ki, adamlar seçkiyə getməslər. Seçkiyə maraqları olmaz. Bax, bunu da sübut edirəm. Seçkini cinayət çıxarır. Yəni, mən həmişə şübhələnmişəm ki, o iki şeydən qorxur. Bir, adamların birləşməsindən hakimiyyət qorxur. Bir də seçki ətrafında səfərbər olmasından. Və faktiki olaraq həm də bu məqsədə xidmət edir ki... Çünki seçki təbii olaraq o birləşməni yaradır. Cəmaət seçilmək istəyir, təşkilatlar birləşir, insanlar birləşir, istəyir ki, bir namizəd versin, qalib gəlsin. Seçki həmin prosesə təkan verən bir şeydir, onu yaradan bir şeydir. Məhz müxalifətin ən azı 5-6 ildir seçkilərdə iştirak eləməməsi, bu şansı əlindən buraxması, bu fəlakətli, bu ağır günü görməməsi demək idi.